Salam əziz izləyicilər. Demək 10 may 2026-cı ildə OTK-nın blok fənləri üzrə keçirdiyi sınaq imtahanı sualların izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demək baxıram riyaziyyat suallarına. Birinci sualda bizə deyir ki, xətlərlə hüdudlanmış fiqurun sahəsini tapın. Demək bizə verilənlər nələrdir? Demək y bərabər 9 bölünsün x kvadrat. X bərabər 2 düz xətdir və x bərabər 3 düz xətdir. Bir dənə y bərabər 0. Xətlərlə hüdudlanmış fiqurun sahəsi. Gəlin ilk öncə bunun qrafikinə baxaq görə necə yerləşir qrafik. Baxın 9 böl x kvadrat funksiyasının qrafiki necə olur? Demək fikir versək, baxın bu funksiyanın qrafiki nə o x oxunu kəsir, nə də y oxunu kəsir. Niyə? Çünki y oxunu kəsirsə x 0 olmalıdır. Burada x 0 ola bilmir axı. Demək ki, bu y oxunu kəsə bilməz. X oxunu kəsirsə y 0 olmalıdır. Onda 9 böl x kvadrat 0-a bərabər ola bilmir. Demək bu nə x oxunu kəsir, nə y oxunu kəsir bu qrafik. Və x-a müsbət də versəm, mənfi də versəm, ümumi qiymət nə olur? Müsbət olur. Demək baxın bunun qrafiki bu şəkildə yerləşir. Baxın x oxunu kəsmir və y oxunu kəsmir. Və bu şəkildə yerləşir. Yaxşı çəkim. İndi bizə x bərabər 2 düz xətdir. Baxın x bərabər 2 düz xət nə deməkdir? X 2-də kəsir, y-ə paralel. Bir də x bərabər 3 düz xətdir. X 3-də kəsir, yenə y-ə paraleldir. Baxın, hüdudlanmış isə buradır. Bir də y bərabər 0 düz xətti deyir orada. Y bərabər 0 düz xətti hansıdır? Elə o x oxunun üzərinə düşürdü o. Y bərabər 0 funksiyasının qrafiki elə o x oxunun üzərinə düşür. Baxın bu xətlərin, baxın buranın, bunun və bunun arasında qalan hissədir hüdudlanmış hissə. İndi baxın bu rənglənmiş hissənin sahəsini tapmalıyam mən. Məsələn düşünə bilərsiniz ki, müəllim biz qrafiki çəkə bilmiriksə yaza bilərikmi? Yaza bilərsiniz. Təbii ki, qrafiki çəksəniz daha yaxşıdır. Yəni, söhbətin hardan getdiyini daha yaxşı bilirsən. Demək, bizim sərhədimiz 2-dən 3-ə. Baxın, funksiya nədir? 9 bölü x kvadrat. Həmişə hüdudlanmış hissədə yuxarıda qalandan aşağıda qalan çıxılmalıdır. Əmsə ehtimal əksinə yazsam belə, axırda mənfi alsan, onsuz da bu sahədir deyə, təbii ki, nə olmalıdır? Modulu. Yenə də, yəni ümumi qaydanı deyirəm, yuxarıdan həmişə aşağıdan çıxmaq lazımdır. Yuxarıda olan funksiya 9 böl x kvadratdır. Aşağısı y bərabər 0-dır. 9 böl x kvadratdan 0-ı çıxanda elə 9 böl x kvadrat qalır. Bu bərabər nəyə? Daha doğrusu belə. dx. Baxın, biz bu integralı hesablasaq, elə rənglənmiş hissənin nəyini tapırıq? Sahəsini tapırıq. İndi baxın, 9 burada ədəddir. 9 çıxsın qarşıya. Baxın, nəyin törəməsi 1 böl x kvadratdır. Belə baxanda həmən bilmək olur. Onu da bilməsən belə bir şəkildə yaza bilərsən. Məsələn, x üstü mənfi 2 yazaram. Düzdürmü? Burada nə olur? Qüvvətin üzərindən 1 gəlirəm. İntegral qaydası. X üstü mənfi 1 olur. Mənfi 1 atıram qarşıya. Və sərhəd 2-dən 3-ə. Bu da artıq olur mənfi 9 x üstü mənfi 1. Nə deməkdir? 1 böl x deməkdir də. Yəni mənfi 1 böl x-in törəməsi budur. Bunu birbaşa yəni yadda saxlaya bilərik. Sadəcə hardan gəldiyini göstərdim mən. 2-dən 3-ə. Bir dəfə yuxarı sərhəd yəni yazırıq. X-a 3 versəm olur mənfi 9 vur 3-də 1 çıxılsın. Mənfi 9 vur 2-də 1. Bunlar gedir qaldı mənfi 3 çıxılsın. Orada olur mənfi 4 tam 10-da 5. Bu da mənfi 3 üstə gəl 4 tam 10-da 5 oldu 1 tam 10-da 5. Bizə sahə istəyirdi. Cavab oldu nə? B variantı. Baxın, bu tip suallarda məsələ qrafik çəkmədən də həmişə x verilənlər bizim sərhədlərimiz olur. Bu da isə funksiyanın qrafiklərdir. Məsələ fərqi yoxdur. Bundan bunu çıxıb da yaza bilərsən. Bundan bunu çıxıb da yaza bilərsən. Amma sərhəd 2-dən 3 olmalıdır integral.
Getdim tam hesablarını aldım -1,5. Bakın biz hal-hazırda 0'dan 9 böl x kvadratı çıxsaydıq cavab -1,5 alacaqdım burada. Təbii ki saha dediyinə görə modulu götürəcəkdim. Olacaq müsbət 1,5. Yəni qrafik sizə düşünə bilərsən. Sadəcə mən qrafikli izah edirəm ki, yəni tam başa düşün. Yəni qrafik təbii ki məsləhətlidir. Yəni qrafik qura bilirsənsə bu 1-0 öndəsən. Demək kökləri x1, x2 olan x kvadrat çıxılsın 5x üstəgəl 1 bərabər 0 tənliyindən bizə nə istəyir? Modulda x1'in kvadratı çıx x2'nin kvadratının ifadəsinin qiymətini tapın deyir. Baxın nə edərəm? Demək x1, x2 dediyinə görə viet həmən tətbiq edirəm. Köklərin cəmi 5, hasili 1. Və baxın, biz bunu nə yaza bilərik? Modulda x1 çıx x2 vur x1 üstəgəl x2. Baxın, x1 üstəgəl x2'nin qiyməti bəlli. Bizə nə lazım? x1 çıx x2 lazım modulda. Yəni müsbət qiymətdə belə deyək. Aşağı indirim. Demək mən x1 çıx x2'ni tapsam artıq cavabı tapmış olarıq. Nə edirəm? Bunun sağ solunu kvadrata yüksəldək. Baxın x1 üstəgəl x2'nin kvadratı bərabər 5'in kvadratı. Bu olur x1'in kvadratı. Üstəgəl x2'nin kvadratı. Üstəgəl 2x1 x2 bərabərdir 25'e. Bunu indirim aşağı. Buradan da artıq x1'in kvadratı üstəgəl x2'nin kvadratı üstəgəl. Baxın köklərin asili 1'dir. Burada yerine qoysam olur 2 bərabər 25. Fikir versək bizə nə lazım? Bizə burada baxın bu lazım. Baxın, bu olsa artıq cavabı tapmış olaraq. Nə edirəm? Baxın bunun yerinə köməkçi düstur yazıram. x1 çıx x2'nin kvadratı yazıram. Birincinin kvadratı var, ikincinin kvadratı var. 2 misli mənfi elədiyinə görə çölə yazıram müsbət 2x1 x2. Bunu da lap sağa atsam 25'dən 2 çıxsam 23. Buradan da artıq x1 çıx x2'nin kvadratı bərabər 23. Baxın x1 vur x2 1'ə bərabərdir. 2'yə vursam bura 2 eləyir. 23 çıx 2 21. Buradan da artıq sağ soldan kök alsaq. Baxın burada kök alsam təbii ki çıxır modulda. Bərabər nə? Kökdə 21. Baxın demək buradan bunun qiyməti tapıldı. Düzdürmü? Buradan modul olduğuna görə təbii ki modulda x1 çıx x2 vurulsun modulda x1 üstəgəl x2 şəklində yaza bilərəm. Baxın fərqi nəyə bərabərdir? Kök 21'ə. Cəmi köklərinin cəmi nəyə bərabərdir bayaq? 5'ə. x1 üstəgəl x2'nin əvəzinə də 5 yazsam bu olacaq 5 kökdə 21. Bu şəkildə. Cavab oldu. Demək E variantı. Növbəti baxıram 3-cü suala. Demək ABC üçbucağında M'in AC'ye paraleldir. Təbii ki orada nə var? Oxşarlıq var. Bu bizdə bir üçbucağımız ABC üçbucağı. M'in paralel. Demək bura alfadırsa təbii ki burada alfadır. Niyə? 2 paralel düzxət 3'ünün düzxət kəsir. Uyğun bucaqlar bərabər. Bura beta olarsa təbii ki burada betadır. Bu bucaq hər iki üçbucağın bucağıdır. Qamma həm MBN'in həm də ABC'nin. Yəni burada üçbucaq ABC oxşardır. Üçbucaq MBN'ə. Artıq biz deyirik ki baxın şərtdə bizə verib ki BN böl NC 3 böl 4. Oradan yazıram ki BN'ə. Baxın bu bərabərliyə görə yazıram ki BN bərabərdir 3K'ya. NC bərabərdir 4K'ya. BN 3K, NC 4K. Bizə AM böl nə istəyirlər? AB. AM böl AB'ni istəyirlər. Baxın bizə bu bölünsün bu istəyir. İndi nə edərəm? Bax fikir verin.
Buraya yazıram A, buraya yazıram B. Şimdi böyük üçbucağa göre bakın burada oxşar olan nedir? Bakın bu üçbucaqla oxşar olan budur. Bettanın qarşısında duran tərəf elə AB bölünsün. Kiçik üçbucaqda bettanın qarşısında duran tərəf B-yə nisbəti bərabərdir. Yenə böyük üçbucaqda alfanın qarşısında duran tərəf 7K 3 ilə 4-ün cəmi. Kiçik üçbucaqda alfanın qarşısında tərəf 3K-ya nisbəti bərabər olmalıdır. Bizə baxın şərtdə nə lazım? AM böl AB lazım. Yəni AM böl AB lazım. AM bizdə A'dır. AB'də baxın A plus B'dir. Ona görə buradan nə edirəm? AB'nin yerinə yazıram ki A plus B böl B bərabər 7 böl 3'ə. Çarpaz eləsəm demək 3A üstəgəl 3B bərabərdir 7B'yə. Buradan da artıq olur 3A bərabər 7-dən 3 çıxanda 4B'yə. A'ya deyirəm 4X, B'yə deyirəm 3X. Və baxın burada nəzərə alsam A'nın yerinə yazıram 4X. A plus B nə olur? 7X. Yəni 7'də 4. Bu şəkildə də gedə bilərik. Daha qısa da görmək olar əslində burada. Qısa necə görə bilərik? Baxın, artıq bu üçbucaqlar oxşardırsa, demək 3'ün 7'yə nisbətidirsə, burada da 3'ün 7'yə nisbəti olmalıdır. Yəni elə də görə bilərsiniz. Sadəcə mən ümumi göstərdim. Məsələn, buraya yazıram 3x. Bütöv 7x olmalıdır axı. Çünki 3'ün 7'yədir. Bu da olur 4x. Artıq burada AM 4x olur. Bütöv AB nə olur? 7x olur. 4x'i bölərəm 7x'ə 7'də 4. Mən ümumi göstərdim ona görə. Cavab oldu nə? 7'də 4 B variantı. Sonra baxıram 4'ə. Demək tangens alfa bərabər kökdə 7 bizə nə verib? Bizə verib kök altda sinus kvadrat alfa çıx kosinus kvadrat alfa bölünsün kosinus kvadrat alfa. Orada mesela eynili geçsə nə olacaq ki? 1 minus 2 kosinus kvadrat alfa olur da maksimum. Buradan nə eynilik? Baxın bizə tangens verilibsə, mən düzbucaqlı üçbucaq qaydasına görə gedərəm sinus kosinus tapa bilərəm də oradan. Baxın alfa budursa, tangensin tərifi nədir? Qarşı katet böl bitişik katet. Əslində bura kökdə 7K K yazmalıyam. Burada fərqi yoxdur K'nın. Demək kök 7'ni 1'ə böləndə kök 7 eləyir. Pifagora görə kök 7'nin kvadratı 7, 1'in kvadratı 1. Toplayanda 8 bu oldu kök 8. İndi buradan mən burada eynilik də gedə bilərik. Ayrıqda sinus kosinusunu tapıb yerinə qoya bilərik. Fərqi yoxdur. Demək sinus alfa bərabər qarşı katet bölü hipotenuz. Kosinus alfa bərabərdir bitişik katet bölü hipotenuz. Qiymətlərini burada nəzərə alsaq. Kök altda. Sinusun qiyməti budursa, kvadrat eləyəcək 8'də 7 çıxılsın. Kosinusun qiyməti budursa, kvadrat eləyəcək 8'də 1. Demək, məxrəcdə də kvadrat eləyəcək 8'də 1. Sürət oldu. Kökdə 8'də 6, məxrəcdə oldu nə? 8'də 1. Demək, 8'də 1 məxrəcdədir. Tərsinə sürətə vurulur. Demək, kök altda. Bunlar ixtisar geçsə, burada 4'də 3 qalır. 4'dən çıxır 2. 3 yerində qalır, kökdə qalır. 4'dən çıxdı 2. Bu da vurulur. Qalır 4, kökdə 3. 4 kökdə 3 D variantı. Növbəti baxıram 5'ə. Bərabərliklər sisteminin tam əllərinin cəmini tapın. Demək, təbii ki, ayrıqda həll edirik. Həllər çoxluğunun nəyi? Kəsişməsi tapılır. Burada məxrəc onsuz da ədəddir. 2 ilə 3'ə əkib 6'dır. Hər tərəfi 6'ya vursam olacaq 3x üstəgəl 6 böyük bərabər
6'ya vuran x-ə 2 qalır. Sürətə vururam 2-ni. 2x plus 8. Buradan da x böyük bərabərdir 2-dən. Birinci bərabəsinin həlli bu. 2'ye fikir versəz. X kvadrat çıx 5x minus 14 kiçikdir 0. Kvadrat bərabərsi 0-dan kiçikdir. X kvadratın əmsalı müsbətdir. Həllər çoxlu harda yerləşir? Köklərin arası. Demək, viyyətə görə toplayanda 5. Hasili mənfi 14. Bu da müsbət 7 ilə mənfi 2 olur. Demək, bizim köklərin arasında yerləşən həllər çoxluğu mənfi 2-dən 7-yə. Yəni bu qaydanı bilməyənlər yəni vuruqlar, məsələn kökləri tapdınız, vuruqlar şəklində yazıb interval üstündən də gedib həllər çoxluğunu tapa bilərsiniz. Baxın, bu bərabərliklər sistemi olduğuna görə kəsişmə, heyət olsa nə olardı? Birləşmə. Demək, mənfi 2-dən 7-yə daxil deyil. 2 daxil, müsbət sonsuzluq. Kəsişmə nə oldu? 2-dən 7-yə. 2 daxil, 7 daxil deyil. Bizə nə istəyir? Bizə sistemin taməllərin cəmini istəyir. Taməllər 2, 3, 4, 5, 6. Və bunların cəmi demək 5, 9, 14, 20. D variantı. Demək, növbət baxıram. 6-cı sual. 6-da bizdən nə istəyir? Demək, 6 kosinus kvadrat x çıxılsın 5 sinus x üstə gəl 5 bərabər 0. Tənlini deyir, həll edin. Baxın, biz bu trigonometri tənlini həll etmək üçün hamısını eyni trigonometri funksiyaya gətirməliyik. Ya hamısı kosinus, ya sinus. Məsələn, bunu eyniliyə görə yazıram ki, 1 çıx sinus kvadrat x çıx 5 sinus x üstə gəl 5 bərabər 0. Vurub açsam olar bu şəkildə. Burada da artıq sağa keçirəm bunları. Oldu müsbət 6 sinus kvadrat x müsbət 5 sinus x. 6 ilə 5-in cəmi nə edir? 11. Keçdi, oldu mənfi 11. İşarəni dəyişdim. Buradan sinus x-a bir dənə t deyərəm. Və nəzərə alsam olur 6t kvadrat üstə gəl 5t çıx 11 bərabər 0. Buradan da diskriminantına görə 5-in kvadratı 25 üstə gəl 4'ü vururam 6'ya 24, onu da vururam 11'e. Onu da birbaşa vurdum. Oldu 264 289. Bir riyaziyyatçının xoşbəxt olduğu anlardan biri. Kök çıxır da sevinirik. Demək, buradan da t1 bərabər bunun əksi mənfi 5 üstə kökdə 289 17 böl 2a. 2'nin 6'ya vurdum 12. Bu olur mənfi 5 üstündən 17 yəni də 12 böl 12 1. Digərdə mənfi 5 çıx 17 böl 12. Bu da mənfi 22 böl 12. İxtisar geçsə 6'da 11 qalar. Bu da mənfi 1 tam 6'da 5 eləyər. Baxın, tapdığımız köklər budur mu? Xeyr. Bizim tapdığımız t'dən asılı tənlinin köklərdir. Bizə x'nin elə bir qiymətləri lazımdır. İndi sinus x'i bir dəfə bərabər edirəm 1'ə, t1'in qiymətinə. Sinus x'i bir dəfə də bərabər edirəm mənfi 1 tam 6'da 5'ə. Sinusun qiymətlər çoxluğu mənfi 1, 1. Parçasında olduğuna görə mənfi 1'dən kiçik ola bilməz. Bir də bu tənliyi həll edirik. Demək, buradan da x bərabər demək, xüsusi halda 1'i alır 90'da üstə gəl 2 pi k. Cavab oldu bu şəkildə. Yəni B variantı. Növbəti baxıram 7'yə. Demək, 7'də x üstü 4 çıx 50x kvadrat üstə gəl b kvadrat bərabər 0. Tənliyin deyir 2 həqiqi kökü var. B-nin hansı qiymətində. Baxın, birinci x kvadratına bir dənə t deyək. Bu olacaq t kvadrat çıx 50t üstə gəl b kvadrat bərabərdir 0'a. İndi fikir verin. Baxın, normalda bunun 4 kökü var, düzdürmü? Çünki 4-cü dərəcəli tənlikdir. İndi bunun 2 kökü olması üçün
Bunun diskriminantı 0 olmalıdır. Yani burada baxın diskriminant 0 olmalıdır. Elə belə düşündə gəldim çıxdım buna. Deyirəm 2 bərabər kökü var. Yəni buna vaxt olur diskriminant elə 0 olanda. Diskriminant nədir? B kvadrat. 50'nin kvadratı 2500. Çıxılsın 4ac. 4b kvadrat bərabər olmadı nəyə? 0'a. Buradan da 4b kvadrat bərabər 2500. B kvadrat bərabər 625. B'nin biri mənfi 25. Biri müsbət 25. Və təbii ki mənfi qiymətində. Digər tərəfdən məsələ belə düşünə bilərsən. Baxın bunun 2 bərabər kökü olması üçün elə bir ki müxtəsərlə görə açılış verməlidir. Belə düşünək. Baxın x kvadrat çıxılsın. Demək 25 kvadratı. Birincinin kvadratı var, 2 misli var. Düzdürmü? Bu nə verir mənə? Bu 625 verir. Ona görə yazmalıyam nə? Orada elə bir ki b kvadrat var da. İndi fikir verin. B kvadrat orada nə olmalıdır ki? Diqqətlə qulaq as. B kvadrat nə olmalıdır ki? Elə bir ki bu açılışı versin də o. Məsələn bu müxtəsərin açışını ödəsin. B kvadrat 625 olmalıdır. Və yaxud da belə düşünək. Məsələ belə düşünək. Məsələn birinci kvadratı var, 2 misli var. Buradan çıxır 625. Burada 625 var mı? Xeyr. Yazdım çıx 625. Bir də üstə gəl b kvadrat bərabər 0. İndi fikir versək. Baxın. Bunun 2 kökü olması üçün bura 0 olmalıdır. Bax fikir verin. Bu sərbəst 0 olmalıdır ki bunun 2 kökü olsun. Və təsəvvür 0'dırsa artıq x kvadrat çıx 25 bərabər 0 və buradan 2 kök gəlir. Aydındır. Yəni sərbəst bu şəkildə 0 olarsa 2 kök olar. İndi bu sərbəst nə görürük orada? B kvadrat çıx 625 bərabər 0 olmalıdır. Sərbəstdir də o. Buradan da B kvadrat bərabər 625. B plus minus 25 olur. Təbii ki mənfi dediyinə görə mənfi qiyməti mənfi 25 olur. Yəni bu şəkildə də düşünə bilərsiniz. Növbəti baxıram 8'ə. Deyir, doğranın uzunluğu 24 olan konusun hündürlüğün ortasından doğrana paralel düz xətt çəkilmişdir. Düz xəttin konus daxilində qalan parçasının uzunluğunu tapın. Baxın, bu bizdə bir konusumuz olsun. Bu bir konus. Doğranın uzunluğu 24. Konusun hündürlüğünün ortasından, bu bizdə konusun hündürlüğü. Baxın, ortasından demək, ortasından doğrana paralel düz xətt çəkilmişdir. Aha. Belə ki, belədir də ortadan doğrana paralel bir düz xətt çəkilir. Yəni bu deməkdir də bu. Belə ki, belə. Baxın, bu hissəyə bərabərdir. Hündürlüğün ortasından doğrana paralel, doğran budur. Yəni belə də götürə bilərsən, fərqi yoxdur. Doğrana paralel düz xətt çəkilmişdir. Düz xəttin konus daxilində qalan parçasının uzunluğunu tapın deyir. Yəni belə deyək də düz xətt elə ki bu şəkildə gedə bilər. Doğranın daxilində qalan hissəsi elə ki bura nəzər tutur da bizdə. Belə bir şeylə oranı götürürəm də birbaşa. Kənarları götürmədim. Düz xəttin konus daxilində qalan parçasının uzunluğunu istəyir. İndi fikir verin. Demək fikir verin. Baxın burada nə edirik? Baxın bu üçbucaqdan fikir verin. Baxın bu üçbucağa görə mən deyirəm ki bu orta xəttdir. Niyə? Həm paraleldir. Düzdürmü? Həm də buranı yarıya bölübsə artıq bu nə? Orta xəttdir. Orta xəttsə baxın bura x-sa, burada x-dir. Çünki burada yarıya bölünür. İndi bu bütöv bura 2x olduğuna görə bir radiusdur 2x. Onda buradan burada radius nədir? 2x'dir. Bu belə. Bu konus olduğuna görə konus baxın doğrana bir-birinə bərabərdir axı. Belə bir ox kəsi bərabər yanına 3 bucaqdır. Bura alfadırsa, baxın burada alfadır. İndi fikir ver. Bura bütöv bettadırsa, burada betta olurmu? Niyə? 2 paralel düz xətt, 3-cü düz xətt kəsib. Bütöv bettadırsa, baxın burada bettadır. Artıq mən bundan sonra deyirəm ki, burada 2 dənə bir ki oxşar bərabər yanına 3 bucaq alınır. Hansıları? Baxın biri bu böyük üçbucaq konusun ox kəsiyi olan üçbucaq.
Bir də baxın bu üçbucaq. Baxın bunlar oxşardır. Düzdürmü? İndi bizə belə yazın, bura n yazın. Baxın bizə mn istəyir. İndi baxın bura orta xəttsə, orta xətt, baxın bu üçbucaqdan danışıram. Bu üçbucaqda orta xəttsə 24-ün yarısı 12 oldu mu? Bəli. Burada yazıram 1a. Bizə mn lazım. Bizə a plus 12 lazım. İndi böyük üçbucaqda, göy rəngli üçbucaqda bettanın qarşısında duran tərəf bura bütöv deyilmi? Bəli. Neçə oldu? 4x. Bölünsün. Kiçik üçbucaqda, sarı rəngli üçbucaqda bettanın qarşısındakı tərəf, baxın buradan buradır. 2x üstəgəl x 3x. Bu da bərabərdir. Böyük üçbucaqda alfanın qarşısında duran tərəf 24'ün. Kiçik üçbucaqda alfanın qarşısında duran tərəf a plus 12'dir. Baxın belə bir oxşarlığa görə gedə bilərəm. Bunlar gedir. Çarpaz eləyəndə 4a üstəgəl 48 bərabər 72. Buradan da 4a bərabər 72'dən 18 çıxsa neçə qalır? 24 mi qalır? Bəli. A oldu 6. Mənə mn istəyir. Mn a üstəgəl 12'dir. 6 üstəgəl 12 oldu 18. 18 D variantı. Belə bir maraqlı sual. Sonra baxıram 9'a. D mərkəzi O nöqtəsində olan çevrədə AB toxunan BD vətər. Çevrəni burada çəkim. Buradan belə gəlib. Demək bu mərkəz. Bu C. Bu da B. A. Bu da D. D mərkəzi O nöqtəsində olan çevrədə AB toxunan BD vətər. AC isə mərkəzdən keçən kəsəndir. BDO 50. BDO. Baxın bura 50. Düzdürmü? Bəli. BA onu istəyir. Baxın bizə buranı istəyir. İndi fikir verin. Bura 50'dirsə. Baxın bu daxili bucaq daxil. Daxili bucaq söykənin qövsünün yarısı. Baxın bura oldu 100. İndi bu diametrdirsə. Buradan bura 180 olmalı değil. Bəli. Onda bura nə olacaq? 80. Demək toxunanla kəsən arasında qalan bucaq. Kəsən təbii ki mərkəzdən keçərsə. Baxın bu qayda yəni toxunan və kəsən varsa. Kəsən mərkəzdən keçirsə. Onların arasında qalan vətərlə. Baxın bu alfa bucağının cəmi nə olmalıdır? 90 olmalıdır. Alfa olur orada nə? 10. Belə də düşünə bilərsən. Digər tərəfdən belə. Çevrədə istəyir toxunan kəsən, istəyir 2 toxunan, istəyir 2 kəsən. Arasında qalan bucağı tapmaq üçün, yəni baxın bu alfanı tapmaq üçün arada qalan böyük qövsdən kiçik qövsü çıxıb 2'yə bölməli deyilik. Yəni alfa bərabərdir 100 çıx 80 bölü 2. Yəni belə də gedə bilərsən. Cavab nə olur? 10 dərəcə C variantı. Bizə BA o istəyir. Bəli, doğrudur. Baxıram 10-cu suala. D ifadəni sadələşdirin. 3 üstəgəl i bölünsün 2 çıx i. Bu necə sadələşdiririk? Sürət məxrəci vururuq məxrəcin qoşmasına. Kompleksdə qoşma xəyal hissənin əksi olmalıdır. Artıq sürəti çoxaldı kimi vurub açıram. 3'ü 2'yə vururam. 6 üstəgəl 3i üstəgəl 2i üstəgəl i kvadrat. Məxrəcdə kvadratlar fərqi 2'nin kvadratı 4 çıx i kvadrat. Baxın bu şəkildə. Artıq burada i kvadrat demək mənfi 1 deməkdir. 6'dan 1 çıxanda qaldı 5. Üstəgəl 3i üstəgəl 2. Bu oldu 5i. Məxrəcdə də 4 çıx i kvadrat demək mənfi 1 deməkdir. 2 mənfi qarşı-qarşı olur üstəgəl 1. Sürətdən 5'i çıxararam 1 plus i. Məxrəcdə də 5 var. Bu 5'lər gedər. Qaldı 1 üstəgəl i. 1 plus i C variantı. 11'e baxıram. Kök altda 1 çıxılsın. Kökdə 3x minus 2x. İfadəsinin deyil mənası. X'in hansı qiymətidir? Yəni mənası var deyəndə elə belə soruşaq da. Yəni daha doğrusu belə deyə bilərik. Təyin olması deyə bilərdi. Məsələn bir funksiya verirdi bunu. Təyin olması deyərdi.
Baxın, bunun mənası olması üçün kökün altında nə varsa nə olmalıdır? Müsbət olmalıdır. Və sıfıra bərabər. Baxın, belə. Buradan da artıq x ortaq çıxartsam, kök 3 çıx 2 vur x böyük bərabər sıfırdan. Buradan mənfi kökdə 3 minus 2 vur x böyük bərabər mənfi 1-dən. Hər tərəf mənfiyə bölsəm kök 3 çıx 2 vur x kiçik bərabər 1-dən. Buradan da x kiçik bərabər 1 böl kökdə 3 minus 2-dən. Bunu da elə bir qoşmaya vursaq sürət məxrəci. Elə minuslu plusa vururam. Və belə. Məxrəc oldu kvadratlar fərqi. 3'ün kvadratı, kök 3'ün kvadratı 3, 2'nin kvadratı 4. Sürət oldu belə. Məxrəc oldu nə? Mənfi 1. Elə bir ki, sürəti böldüm mənfi 1'ə. Çıx kökü, mənfi kökü, çıx 2. X baxın, bundan kiçik olduğu müddətcə bu ifadənin mənası var. Nəyə səhv elədim? Nəyəsə səhv elədim. Ayda, orada ikisi də mənfidir. Bu da mənfinin qarşıya atanda bu plus olur. Üzürlü sayın. Bu oldu plus. Baxın belə. Elə bir ki, plusa böldüğümdə. İndi sürət məxrəci vururam minusa. Aha, artıq sürət oldu minus. İndi mənfiyə böləndə də olacaq mənfi kök 3 üstə gəl 2. Yəni 2 çıx kök 3. O belə. Yəni C variantı. Daha doğrusu x kiçikdir 2 minus kök 3. E variantı. Növbət baxıram 12'yə. Demək 12'də nöqtələrindən hansıları YZ müstəvisi üzərindədir? Baxın, YZ müstəvisi üzərində deyirsə, hansı elə bir ki müstəvi üzərində deyirsə, o sıfırdan fərqli olmalıdır. Yəni, bunu belə bir başa düş. Bax, tutalım ki, məsələ üçün müstəvi üzərində koordinat üzərində göstərirəm. Məsələ deyirəm ki, x ox üzərində 3,0 nöqtəsi qeyd olunub. Əgər bu nöqtə o x ox üzərindədirsə, baxın, x-i bir sıfırdan fərqlidir. Amma y həmişə sıfırdır. Yəni burada nə dedik? O x ox üzərindədirsə adı çəkilməyən sıfır olmalıdır. Yəni y digər bir y-də o sıfır olur. İndi mənə YZ müstəvisi üzərində deyirsə, burada söhbət nədən gedir? X, Y, Z müstəvidən gedir. Adı çəkilən Y ilə Z-dir. Y ilə Z isə X mütləq sıfır olmalıdır. Y ilə Z hər hansı bir ədəd olmalıdır. Yəni bu şəkildə bir nöqtə olmalıdır. X-i sıfır olan nədir? Bir dənə B-dir də. Başqa var mı? Yox. Yalnız B. Olacaq A variantı. Növbət baxıram 13'ə. Funksiyanın qrafikinə absis 2 olan nöqtə çəkilmiş toxunan bucaq əmsalı tapın. Baxın, möhtəşəm üçlüyə görə verilən funksiyanın x0'daki qiyməti həmişə bərabərdir nəyə? Toxunanın bucaq əmsalına. Bu da bərabərdir nəyə? Həmin toxunan OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın tangensinə. Yəni biz bunu unutmayaq heç vaxt. Bu məşhurda ya blokda çox vaxt bununla bağlı suallar düşür. İndi baxın, mənə verilən funksiya, baxın budur. Burada nədir? X kubudur. Kvadratda yoxsa? Kvadrat olmalıdır. X kvadrat bölünsün. 4x çıx 7 funksiyasının qrafikinə absisi x0 bərabər 2 qiymətindəki çəkilmiş toxunan bucaq əmsalı istəyir. Gedirəm bundan törəmə alıram. Bərabər edirəm nəyə? K-ya. Böyle bucaq əmsalı. Elə bizə lazım olan bu iki bərabərlikdir. Bax. Bizə lazım olan bu ikisidir. Bax, diqqətlə qulaq as. Bax belə. İndi ona görə nə edirəm? Gedirəm bundan törəmə alıram. Yəni x kvadrat çıx 4x minus 7'dən törəmə alıram. Necə törəmə alırıq? Nisbətin törəməsi. Sürətin törəməsi. Vur məxrəc. Çıxılsın məxrəcin törəməsi vur sürət. Məxrəcin törəməsi 4 olur. Vur sürət 4x kvadrat. Böl məxrəcin kvadratı. Bax belə.
İndi burada da vurup açmağa heç ehtiyac yoxdur. Elə birbaşa bu artıq verilən funksiyanın törəməsidir. Verilən funksiyanın törəməsində x-in yerine 2 yazıram. Artıq elə baxın bunu tapıram. Elə bu mənə k-nı verir. Demək x-a 2 yazsam, 2'ni 2'ye vurdum 4. Burada x-a 2 versəm, 4'ü 2'ye vur 8, 7 çıx 1. Yazmadım. Çıxılsın. X-a 2 verirəm, 2'nin kvadratı 4. Ona vurdum 4'e 16 bölünsün. X-a 2 versəm, 4'e vur 8, 8, 7 çıxdım 1, 1'in kvadratı 1. Cavab oldu nə? -12. Şimdi, mənə bucaq əmsalı soruşur. Oldu elə -12 D variantı. Növbəti baxıram 14'e. Funksiyasının qiymətlər çoxuna daxil olan ən kiçik ədədlə ən böyük ədədin cəmini tapın. 8 vurulsun 2'nin qüvvətinə 2 kosinus x çıx kök 5 sinus x. Baxın biz ilk önce bu funksiyanın qiymətlər çoxluğunu bilməmiz üçün biz ilk olaraq baxın bunun qiymətini bilməliyik. Və bu funksiyanın ala biləcəyi qiymətləri bilməliyik. Demək 2 kosinus x çıx kök 5 sinus x'in ala biləcəyi qiymətlər çoxluğunu necə tapırdıq? Mənfi kök altda a kvadrat 2'nin kvadratı 4 üstə gəl b kvadrat mənfi kök 5'in kvadratı 5. Bu da oldu mənfi kök 9 oldu mənfi 3. O birisi də təbii ki müsbətidir. 3. Baxın bunun qiymətlər çoxluğu mənfi 3'dən 3'ə. Bax belə. Bax qüvvətin ala biləcəyi qiymətlər çoxluğu baxın budur. İndi nə edirəm? Bir dəfə 8 vurulsun 2'nin qüvvətinə mənfi 3 yazıram. 2'nin üstüne mənfi 3 demək 8'də 1 demək bu oldu 1. Bir dəfə də 3 yazıram. 8 bu oldu 64. Demək bu funksiyanın ala biləcəyi ən kiçik qiymət 1'dir. Ən böyük 64'dür. Yəni bu funksiyanın qiymətləri çoxluğu elə ki budur. Şimdi bunun da ən kiçiyi təbii ki 1'dir. Ən böyük 64'dür. Bunların cəmini soruşur. Olur 65 B variantı. Baxıram 15'ə. Baxın 15'də nə deyir bizə? Bir fx funksiyası verilib. Funksiyanın değeri tərsi olan jx funksiyası. Bakın elə bir ki funksiyanın tərsi jx'tir. Bunun üçün bizə j2 üstəgəl 3c1. Bakın bunu istəyir. Və mən nə edirəm? İlk olaraq gedirəm funksiyanın tərsini tapıram. Funksiyanın tərsinə jx deyəcəm. Fx nə deməkdir? Y-dir elə bir ki. Beraber 3x çıx 1. Tersi tapanda y'e x yaz. X'e y yaz. Buna 3y beraber x plus 1'e. Buna da y beraber x plus 1 bölü 3'e. Bakın artık bu bunun neydi? Tersidir. Tersine de bize demişti jx yaz. Yani tersi jx'ti da. Bakın jx funksiyası artık oldu bu. Bakın bu funksiyada ben bir defa j2'ni tapmalıyım. Bir defa j1'i tapmalıyım. Demek J2 beraber. Burada nəzərə alıram. 2 üstəgəl 1 bölü 3. Bu oldu 1. Bir de J1 beraber 1 üstəgəl 1 bölü 3 oldu 3'te 2. Artıq verilən ifadədə nəzərə alsam J2 1'dir. 3 vur J1 də 3'te 2'dir. 1 üstəgəl 2 oldu 3. E variantı. Baxıram 16'ya. Demək üçbucağımız var bir dənə. Tərəfləri 2, 3, 4'dür. Olan üçbucağın kiçik bucağının kosinusu. Kiçik tərəf qarşısında həmişə nə olur? Kiçik bucaq durur. İndi kosinus soruşur. Demək burada nə var? 3 tərəf bir bucaqsa demək kosinuslar teoremindən söhbət edir. Kosinuslar teoremində verilən bucağın qarşısındakı tərəfin kvadratı 2'nin kvadratı 4 bərabərdir. Yan tərəfin kvadratları cəmi
Çıxılsın 2 vurulsun. A vur B, yani 4 vur 3 vur kosinus alfa. Buradan 2'ni 4'e 8, 3'e 24. Sola keçirsem 24 kosinus alfa bərabərdir. Bu eləyir 25, çıx 4. Bunu da sola attım. Burada da 24 kosinus alfa bərabər 21'e. Kosinus alfa bərabər 24'te 21'e. 3'e geçse 8'de 7. Oldu C variantı. Sonra ne var? 17 var. Sorular qəşəngdir həqiqətən. Bütün məsələlər toxunulub, yəni hələ ki xoşum gəldi. 17 deyir ki, n'in 20'den kiçik neçə natural qiymətində ifadənin qiyməti natural olur. N'in 20'den kiçik neçə natural qiymətində. Aha. Gedirəm baxın bunu. Bax 3n kvadrat çıx 16n üstə gəl 21 bölünsün n minus 3. İndi baxın. Bunu neyniyək? Ki biz daha rahat görə bilək. Elə ki n minus 3'ün kvadrat neynir? Bir dənə qulaq as. Gör neynirəm. Bu değil. Şimdi burada 3n kvadratdır ya. Bakın buranı 3'e vurup yazıram. Bakın 3n kvadrat çıx 18'in üstə gəl 27. Şimdi əlavə nə qaldı onu yaz. Bu mənfi 16'dırsa üstə gəl 2n yazıram ki bundan bunu versin. Düzdürmü? Bəli. Bu 21'dirsə 27'den mən 6 çıxmalıyam ki işimə yarasın. Düzdür mü? Düzdür. Məxrəcdə n-3. İndi qulaq as. Bax. Burada. Bax burada. Mən 3'ü çıxartsam olacaq n-3'ün kvadratı geridə qalan. Bax 3'ü çıxartsam elə ki bax bunu verəcək. O da n-3'ün kvadratıdır. Üstə gəl. O birində də 2'ni çıxartsam n-3'ü verəcək. Məxrəcdə n-3. İndi buradan da artıq bakın. Ayrı-ayrı məxrəc yazsam. Bunlar gedər. Qalar 3 vur n-3. Bu da bundan gedər. Üstə gəl 2. Bunu da vurub açsaq. Olar 3n çıx 9. Üstə gəl 2. 3n çıx 7. Belə. Artıq ifadə baxın buna bərabər imiş. Çox adının bölünməsi kimi də yaza bilərsiniz əslində. Çox adının çox adəyə bölünməsi kimi də yazsaz, yine onu alacaqsınız. Bu belə deyir. N'in 20'den kiçik neçə natural qiymətinə ifadənin qiyməti natural ədəddir. İndi baxın bu ifadə natural olmalıdır. Natural olması üçün 3'e minus 7 1'e bərabər və 1'dən böyük olmalıdır. Düzdürmü? Bəli. Burada da 3n böyük bərabərdir 8'dən. N də böyük bərabər 3'də 8, yəni 2 tam 3'də 2'dən. İndi 20'dən kiçik deyil axır. Demək 2'dən 2 tam 3'də 2'dən böyük və 20'dən kiçik. Bu aralıqda mən yenə natural qiymətlər verə bilərəm. 20'den kiçik. Bundan da böyük. Şimdi bak bu aralıqda neçə natural ədəd var? Gəl onu sayaq. Burada 2 tam 3'də 2'dən sonra natural ədəd 3'dür. O birisi nədir? 19'dur. 3'də daxil, 19'da daxil. 19'dan çıxıram 3 üstünə 1 gəlirəm 17 dənə. Bircə dəqiqə diqqət eləmədik. Burada məxrəc n-3 daxil. Yaxşı ki 17'ni verməyiblər. Yanmışdıq yəni. Burada məxrəc n-3 daxil. N-ə mən 3 verə bilmərəm. Aydındır? Problem var. Ona görə bu 3 də daxil deyil. Yəni 2 tam 3'də 2'dən sonra 3 verə bilmərəm. Artıq bu aralıqda neçə ədəd var? Elə 19 çıx 3 sayda elə 16. Cavab 16 olur E variantında. Yəni E variantı olur cavab bu şəkildə. Çox ədəd çox ədəd bölünməsi kimi də yazmaq olardı. Sonra baxıram 18'ə.
D düzbucaqlı paralelipipedin diagonalı 12, oturacaq müstəvisi 15 dərəcə bucağı əmələ gətirir. Paralelipipedin diagonal kəsinin sahəsini tapın. Eyni sual vaxtı zamanında qəbula düşüb. Baxın, düzbucaqlı bir dənə paralelipiped var. Bu tip sual biz nə tər düşüb qəbul olaq? Şey kimi düşüb. Silindir ox kəsiyi kimi düşmüşdür. Silindirin bir ox kəsiyinin diagonalı deyir oturacaq müstəvisinə 15 dərəcə bucağı əmələ gətirir. O formada düşüb bu. Başım figurumuz olsun belə. Belə bir figurdur. İndi baxın. Bunun diagonalı olsun belə. Baxın diagonal oturacaq müstəvisi ilə oturacaq buradır. Bakın söhbət burada bundan gelir. Bu belə bir düz bucaqlı, üç bucaqdır. Diagonal oturacaq müstəvisi ilə 15 dərəcə bucağı əmələ gətirir. Bu belə. Paralelipipedin diagonal kəsiyinin sahəsini tapın. İndi paralelipipedin diagonal kəsiyinin sahəsi bizdə aradı. Paralelipipedin diagonal kəsiyinin sahəsi baxın buradır. Fikir ver. Diagonal kəsiyi budur var. O gördüyün rəngləm hissə var ha. Bax bura diagonal kəsiyi gedəcək. İndi mən o diagonal kəsiyinin sahəsini tapmam üçün əslən bu diagonal kəsiyi nədir uşaqlar? Bu diagonal kəsiyi bir düz bucaqlıdır. Düzdürmü? Bəli. Bax təsəvvür edin diagonal kəsiyi belə bir düz bucaqlıdır. Və həmin düz bucaqlının diagonalı çünki burayla 15 dərəcə bucağı əmələ gətirir. Diagonalın uzunluğu da 12'dir. İndi mən baxın bu üç bucağın sahəsini tapsam 2'yə vursam ümumi düz bucaqlının sahəsini tapa bilərəmmi? Bu düz bucaqlı üç bucağın sahəsini tapıb 2'yə vursam ümumi düz bucaqlının sahəsini taparıqmı? Bəli. Baxın S bərabərdir. Baxın buranı tapıram. S1 deyim ona. Düz bucaqlı üç bucaqda hipotenuz katetlə 15 dərəcə və 75 dərəcə bucağı əmələ gətirəndə saha üstürü C kvadrat böl 8 değil mi? 144 böl 8 oldu 18. Bakın buranın sahəsi 18'dirsə buranın da sahəsi 18'dir. Yəni dolayısıyla bu paralelipedin ox kəsiyinin daha doğrusu diagonal kəsiyinin sahəsi nə olur? 18 olur. Amma bizə deyəsən ümumi istəyirəm orada. Demək düzbucaqlı paralelipedin diagonalı 12, oturacaq müstəvisi ilə 15 dərəcə bucağı əmələ gətirir. Hədə bütöv 36'dır da. Bütöv diagonal kəsik 18 üstəgəl 18'də. Çünki biz buranı tapmışıq. Digər tərəfdə bütöv olmalıdır axır. Təbii ki mən 18 buranı tapmışam. Burada 18'dir. Bütöv olur nə? 36. Bütöv diagonal kəsiyinin sahəsi olur 36. E variantı. Sonra baxıram 19'a. 300 ədədinin 20% artırdıqda alınan ədədə 40%'ni tapın. Baxın 300 ədədimiz bu 100%'dir. Bunu 20% artırdım. Oldu 120%. Bunu vurduk böldük. Oldu 360. İndi gedirəm 360'ın 40%'ni tapıram. 144 D variantı. Baxıram 20'ye. Hündürlüğü 12, kiçik diagonalı 13 olan rombun sahəsini tapın. Baxın bu bizdə bir romb. Rombun hündürlüğü 12. Rombun hündürlüğü olsun 12. Kiçik diagonalı baxın budur. Bu da olsun 13. Mənə rombun sahəsini istəyir. Bax Pifagor teoreminə görə buranı tapa bilərikmi? Buradan bir x.
X kvadrat beraber 169 çık 144. 25 x beraber 5. Bakın burada oldu 5. Düzdür mü? Düzdür. İndi baxın mənə bütöv tərəf lazımdır ki, elə onu hündürlüyə vurum, sayını tapım. Düzdür mü? Düzdür. Buraya yazıram 1A. Bakın buradan bura ne oldu tərəf? A plus 5. Romb olduğuna göre bakın burada A plus 5 olur mu? Olur. Vəssalam. Artık mən nə edərəm? Gedərəm orada düz bucaqlı üçbucağa görə Pifagor taparım. Bakın. Bu düz bucaqlı üçbucağa görə yazıram ki A plus 5'in kvadratı beraber A kvadrat üstəgəl 12 kvadrat 144. Burada da A kvadrat üstəgəl 10 A üstəgəl 25 beraber A kvadrat üstəgəl 144. A kvadratlar gedər. Qaldı 10 A beraber 144'ten 25 çıx. Neçə edir? Neçə edir? Demək 119 olur yəqin ki. Buradan da A beraberdir. 11,9'a. Ona böldüm. Şimdi sayını tapmaq üçün nə edirik? AH düsturu 11 tam. Yox, AH deyəndə bu bizdə A buradır. Bütöv tərəf A plus 5'dir. 11,9'un üstündən 5 gələndə olacaq 16,9. Bir tərəf vur. Hündürlükdə. Yəni bu A o A deyil də. Bu rombun A'sıdır. Yəni rombun tərəfidir. 16,9'u vururam. Hündürlüğü 12'ye. Bunda vurum vaxt getməsin. Demək 16,9 vur 12. Bu deyilir 202,8 santimetre kvadrat A variantı. Növbəti baxıram 21'e. Çevrənin uzunluğunun daxilinə çəkilmiş düzgün altıbucağın perimetrine olan nispətini tapın. Çevrənin uzunluğunun onun daxilinə çəkilmiş düzgün altıbucaqlının perimetrine olan nispətini tapın. İndi qulaq asın. Normalda çevrədir. Bu bizim bir çevrəmiz. Bu da bir tane düzgün altıbucaqlı çəkim. Baxın bu düzgün altıbucaqlını gətirək bura. Çevrənin uzunluğu və onun daxilinə çəkilmiş düzgün altıbucaq. Elə bir ki, düzgün altıbucaq daxilinə çəkilib də belə. Qəşəng. Bax, çevrənin uzunluğu 2 pi r'dir. Bu belə. Sonra deyir, onun daxilinə çəkilmiş düzgün altıbucağın perimetrinə olan nispətini tapın. İndi elə bir ki, hal-hazırda nə baş verir? Düzgün altıbucağın xaricinə çəkilmiş çevrə var. Düzgün altıbucaqlının xaricinə çəkilmiş çevrənin radiusu R bərabərdir A'ya. Yəni bura A'dırsa. Düzdür. Xarici çəkilmiş çevrənin radiusu bərabərdir nəyə? Elə tərəfə. Düzgün altıbucaqlına. Daxilinə çəkilmiş A kök 3 bölü 2'dir. Xaric A'dır. Yəni tərəfə bərabərdir. İndi mənə şərtdə deyir ki, düzgün altıbucaqlının, daha doğrusu çevrənin uzunluğunun onun daxilinə çəkilmiş düzgün altıbucaqlının perimetrinə, yəni 6A'ya nisbətini soruşur. Xaricinə çevrənin uzunluğu 2 pi r'dir. Radius r'dir. Bölünsün 6A. Baxın A'nın özü R'ə bərabər olduğuna görə perimetr ilə 6R'dir. Bunlar gedir, qalır pi bölü 3. Pi bölü 3 C variantı. Baxıram 22'ye. 2 rəqəmli ədədi rəqəmləri cəminə böldükdə natamam qismətdə 3, qalıqda 7 alınır. Bu ədədi 8'e böldükdə alınan qalığı tapın. Baxın 2 rəqəmli bir ədəddir. Rəqəmlər cəminə böldükdə bunu böldüm rəqəmləri cəminə. Natamam qismətdə 3, qalıqda deyil 7 alınır. Bu ədədi 8'e böldükdə alınan qalığı tapın. İndi fikir verin. Burada AB üstünə xətt bərabərdir. 3 vurulsun A plus B üstəgəl 7. Düzdürmü? Bəli. Bunu parçalasam nə olar? 10A üstəgəl B bərabər 3A üstəgəl 3B üstəgəl 7. 10'dan 3'a çıxsam qaldı 7A. 7A bərabərdir. Bunda sola keçsəm nə olar ki? 7'ni sola keçirəm çıx 7 bərabərdir 2B'yə tutalım ki.
Bu ədədi 8-ə böldükdə alınan qalanı tapın. Bu ədəd nədir? Bu ədəd 2 rəqəm ədəddir də. İndi baxın, buradan 7-ni çıxartsam, A çıxıb 1 bərabər 2B-yə. Buradan da A çıxıb 1 bərabərdir 2B böl 7-yə. İndi qulaq as. Bizim AB üstündə xətt olduğuna görə burada AB rəqəmdir. 0-dan 9-a qədər. İndi fikir verin. Mən B-yə elə bir ədəd yazmalıyam ki, A da rəqəm olsun da, bura kəsir ola bilməz. Baxın, B-yə nə yaza bilərəm? Məsələn, 7 yaza bilərəm. Bura natural ədəd olsun deyə. 14 yaza bilərəm, 21 yaza bilərəm və s. Yəni 7-nin misilləri. Düzdürmü? Bəli. Baxın, hətta B-yə 0 da yazsam olar da. B 0 olan nə olur ki? Heç nə. Yoxlayacaq da onsuz da axırda. B-yə 0 da qoyuram, tamam ki. İndi uşaqlar, baxın, AB burada rəqəmdirsə, 0 ola bilər, 7, 14 olmaz, 21 olmaz və s. Heç biri olmaz. Yəni 0, 7 ödəyir. İndi yazıram. A çıxıb 1 bərabərdir. B-yə 0 yazsam, 2-yə vursam 0, 7-yə vursam 0. A olur 1. İndi gedib B-yə 7 yazsam, bu olur 2, A olur 3. Demək, bizim 2 rəqəmli ədədimiz belə ola bilər. Demək, AB üstünə xətt. A1, B0 ola bilər. Bir də A3, B7 ola bilər. Düzdürmü? Bəli. İndi yoxluyuram. Məsələ 10-u bölürəm rəqəmləri cəmi 1-ə. Bu tam bölünlər. Bu olmaz. Ona görə demək, bu ödəməz. Bunun bir mənası yox. Yəni B-yə 0 qoya bilmərəm. Onda AB nə olur? 37 qalır. 37-ni həqiqətində bax, rəqəmlər cəmi 10-a böləndə 3 qalır. Qalıq 7 qalır. Ödəndi mi? Ödəndi. Ədədimiz nəymiş? 37. İndi gedirəm 37-ni bölürəm 8-ə. Düşün neçə dəfə? Demək 4 dəfə 32 qalıq 5. Qalıq soruşurdu. Oldu 5 B variant. Qəşəng sualdır. Demək növbəti sual 23-ə baxıram. Demək 23-də nə deyir bizə? Deyir, uzunluğu 10 olan parça müstəvini kəsir. Parçanın ucları müstəvidən 6-2 məsafədə olarsa, onun müstəvi üzərində proyeksiyanın uzunluğunu tapın. Sual yəni çox görmüş məncə. Müstəvi tutam ki olsun belə bir düz xətt məsəl üçün. Müstəvini belə çəkə bilərik. Belə düşünürəm. Uzunluğu 10 olan parça. Baxın, uzunluğu 10 olan parça müstəvini nə edir? Kəsir. Parçanın ucları müstəvidən. Baxın. Biri 2, biri 6. Santimetr məsafədədir. Onun müstəvi üzərində proyeksiyasının uzunluğunu tapın. Baxın, bizə bunu istəyir. Bax, proyeksiya bundan. Baxın, proyeksiya ondan odur. Bax, belə. Parçanın müstəvi üzərində proyeksiyası, baxın, bunların cəmidir, bütöv. Yəni, baxın, buranı istəyir mənə, bütöv. Baxın, onu necə tapıram? Bax, fikir verin. Baxın, bu məsafəni, baxın, paralel, fikir verin. Bax, paralel keçirəm, sürüşdürəm belə. Bax, bunu paralel sürüşdürəm bura. 2-dirsə, baxın, burada 2-dir. İndi, burada bir şey qururuq. Düzbucaqlı, üçbucaq. Baxın, bir dənə düzbucaqlı, üçbucaq qururam burada. İndi bu düzbucaqlı üçbucağın parçanın uzunluğu nə vermişdi mənə? Mənə vermişdi 10. Buradan bura 8. Baxın, bizə buranı istəmir. Elə, baxın, buradan bura olan məsafə. Elə bu deyilmi? Onu da yazan bir x. X-i tapsam elə cavabımdır. X kvadrat bərabər 10'un kvadratı 100. Çıx 8'in kvadratı 64. 36. X oldu 6. Vəssalam. Cavab olur nə? 6. Növbəti baxıram 24'ə. Demək 24'də nə deyir bizə? Deyir, qonşu bucaqların fərqi onların birindən 8 dəfə böyükdür. Demək, qonşu bucaqlar alfa ilə betadır. Bunların cəmi 180'dir. İndi mənə deyir ki, qonşu bucaqların fərqi, məsələ belə yazaq da, qonşu bucaqların fərqi onların birindən 8 dəfə böyükdür. Atıram, alfa çıxıb beta, məsəl üçün böyük olsun. Tutalım ki, alfadan 8 dəfə. Onda mən alfanın 8 dəfə olsam, bunlar bərabər olur.
Qonşu bucaqların fərqi bucaqların birindən 8 dəfə böyükdür. Buradan olur təbii ki bir dəqiqə betadan böyük olar da, bu belə mənfi verir axı. Betadan böyük olsun. Məsələn bucaqların fərqi alfa çıx beta yazmışamsa mən, təbii ki betadan böyük olar, alfadan yox. Belə. Yəni 8 beta olmalıdır. Buradan da alfa bərabər nəyə? 9 betaya. Burada nəzərə alıram. Qonşu olduğuna görə cəmi 180'dir. 9 beta üstə gəlir beta 10 beta bərabər 180. Beta bərabər 18. Onda alfa bərabər 162. Qiymətcə böyük olan bucağın dərəcə ölçüsü 162 dərəcədir. Sonra baxıram 25'ə. Deməli limit en sonuca yaxınlaşır. Baxın 6n kvadrat bölünsün 2n çıx 5 çıx 3n. Baxın biz bu hesaplamaq üçün orta mərcə gətirməmiz lazım. Demək burada orta mərcə gətirsəm olur 6n kvadrat çıx demək 6n daha doğrusu 6n kvadrat mənfi 3n vur 2n də üstə gəl 15n bölünsün 2n çıx 5. Buradan da limit n sonsuza yaxınlaşır. Bunlar gedər. Qaldı 15n bölünsün 2n çıx 5. Artıq n sonsuza yaxınlaşdığına görə sürəti və məxrəci qüvvəti böyük olan dəyişənə bölərəm. Baxın n-ə bölsəm burada 15 qalır. N-ə bölsəm burada 2 qalır. N-ə bölsəm 5 böl n o gedir 0'a. Oldu 7 tam onda 5. Cavab demək 7 onda 5. Demək növbət baxıram 26'ya. A bərabər kök 6 üstə gəl. Kökdə 3'də 2 çıx kökdə 2'də 3 olarsa 12a kvadrat ifadəsinin qiymətini tapın deyir. Baxın bizdən bunu istəyir. Bunu gəl biraz sadələşdirək. Kök 6 qalsın yerində. Bunun sürət məxrəcini kök 3'ə vursam kök 6 böl 3 olur. Bunu da sürət məxrəcini kök 2'ye vursam üstə gəldi bu arada. Kök 2'ye vursam demək kök 6 böl 2 olur. Düzdür mü? Bu olur kök 6 üstə gəl. 3'dən 2 kök nədir? 6. Bu olacaq 2 kök 6 böl 6. 3 kök 6 böl 6. Bu da elə ki 6'da 6'da məxrəclər eynidir. Kök 6'lar eynidir. Əmsalı toplayıb çıxa bilərəm. 6 ilə 2 eləyir 8. 3 çıxanda eləyir 5. 5 kökdə 6 böl 6. Baxın A buna bərabərdir. Mənə 12a kvadratını tap deyir. 12 vurulsun a kvadrat. 5 kök 6 böl 6'nın kvadratı. 12 vurulsun 25 vur 6 böl 36. Bundan bu qədər burada 6 qalır. Bundan bu qədər burada 2 qalır. 25'də 2'ye vuraram 50 olar. Cavab 50 olur. Demək növbəti baxıram 27'yə. 27'də baxın bizə nə istəyir? Deyir ki A ilə B-nin birləşməsində olsun, C-də olmasın. Baxın A ilə B-nin birləşməsi normalda baxın bura bütövdür. Bax fikir verin A ilə B-nin birləşməsi normalda bura bütövdür. Bax belədir. İndi mənə deyir ki A ilə B-nin birləşməsində olsun. Baxın C-də olmasın deyir. Demək C ağappaq qalsın deyir. Baba bura ağappaq qalsın deyir. Bax rənglənən yer haradısa, bax rənglənən yer haradısa, bax 1 o deməkdir. İndi say nə qədərdir? Demək 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Baxın bunun 10 dənə elementi var. Harda? D-da. 1'ə D. Sonra gedirəm B ilə C-nin birləşməsinə baxıram. B ilə C-nin birləşməsinə. Baxın B bu bütövdür. Buradır. C də buradır. B ilə C-nin birləşməsi baxın budur.
Aha, B ilə C-nin birləşmə neçə element var? Demək 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 2'yə də C gəlir. A ilə C-nin kəsişməsi. Məncə bunu səhv eləməməlisiniz. Sadə sualdır. A ilə C-nin kəsişməsi. Baxın buradır. A var, C var. Bəli, 2 dənə. Bu da A'dır. 3'ə də A. 1'ə D, 2'yə C. Yəni 2'yə 13 idi. 3'ə də A. Yəni 2 dənə. Belə. Sonra keçirik ətraflı suallar 28. Deməli, loqaritma 2 əsasdan x üstəgəl loqaritma 2 əsasdan 5 minus x kiçik bərabər 2-dən. Baxın, ilk öncə biz buna şərtimizi qoymalıyıq ki, x sıfırdan böyük olmalıdır. Çünki bizə verilən şərt bu şəkildədir. Və 5 minus x sıfırdan böyük olmalıdır. Ondan sonra artıq loqaritma xassəyə görə əsaslar eynidirsə, bunları vura bilərəm toplayanda. Baxın, belə olur. Bunu aşağı indirim. Burada da artıq baxın, əsas birdən böyüksə işarə olduğu kimi qalır. Loqaritma altında nə varsa o kiçik bərabərlə 2'nin kvadratı 4'dən. Burada da vurub açsam 5x çıx x kvadrat kiçik bərabər 4'dən. Buradan da artıq demək sağa keçirəm də elə bir ki x kvadrat çıx 5x üstəgəl 4 böyük bərabər 0'dan. Sağa keçib yazdım. Kvadratın əmsalı müsbətdir və ifadə 0'dan böyüksə həllə çoxu nə olur? Mənfi sonsuzluqdan kiçik kökə birləşmə, böyük kök, müsbət sonsuzluq. Digər tərəfdən kökləri tap, vuruqlar şəklində yaz, intervallarla da gedə bilərsən. Toplayanda 5 vuranda 4. Bu da nədir? 4-dən 1-dir də. Həllə çoxu belədir. Mənfi sonsuzdan kiçik kökə qədər birləşmə, böyük kök, müsbət sonsuzluq. Yenə deyirəm, interval üstündən də həll edə bilərsən. Belə də yəni vərdiş elə. Vaxtın az geçsin deyə. İndi bizim kəsişməmiz baxın bununla və bununla olmalıdır. Çünki hamısında hər yerdə ödəməlidir. Demək 0 daxil deyil, müsbət sonsuzluq. Baxın 5 daxildir, mənfi sonsuzluq. Bir də bu aralıq. Mənfi sonsuzluqdan 1'ə. Baxın 1 daxil deyil. Mənfi sonsuzluqdan 1'ə. Bir də 4'dən. Baxın 4 daxil deyil. Müsbət sonsuzluq. Baxın 3'ünün də kəsişməsi hara düşür? Baxın 3'ünün də kəsişməsi hara düşdü? Yəni hamısı olan aralıq. 0'dan müsbədə. Şimdi görüm neler vardı bir dəqiqə. Demək 0'dan müsbədidir bayaq, düzdürmü? Bu belədir də. 3'ünün də kəsişməsi olan yer. Hə, demək belədir də 2 dənə göy, bir dənə qırmızı olan da bizə lazımdır, düzdür? Hə, demək bura. Demək 0 1'ə düşür. Birləşmə. Bir dənə 4 müsbət sonsuzluq. Baxın 4 müsbət sonsuzluq. O da 4 5. Bax belə. Düzdür. Bax həllər çoxu oldu belə. 0 1 birləşmə 4 5. Çünki buralarda da problem yaranmamalıdır. Bir də bu bərabərsizlik ödənməlidir. Ona görə. Sonra növbəti baxıram 29'a. deyir, həndəsi ilə təşkil edən 3 ədədin cəmi 14'ə bərabərdir. Bu ədədlərin birincisindən 15 çıxıb, ikinciyə 11, üçüncüyə 5 əlavə etdikdə alınan ədədlər ədəd ilə təşkil edir. Demək yazıram bax B1
B2, B3. Baxın, həndəslə təşkil edən 3 ədədin cəmi 14-ə. B1, B2, B3 14-ə bərabərdir. Belə. Sonra deyək ki, bu ədədlərin birincisindən 15 çıxıb. Bundan 15 çıxdım. İkinciyə 11. Üçüncüyə də 5 əlavə etdikdə bu ədədi silsilə təşkil edər. Baxın, bu deyir ədədi silsilə təşkil edər. Əvvəlcə verilmiş ədədlərin ən böyüyünü tapın. Ən böyük B3'dür artıq oradan. Şimdi qulaq asın. Əgər bu ədədi silsilə təşkil edirsə, ədədi silsilənin xassəsi nədir? Ortada duran hədd qonşuların cəminin yarısıdır. Burada olacaq 2B2 üstəgəl 22 bərabər B1 çıx 15 üstəgəl B1 çıx 15 yazmayaq da şey yazaq. B1 üstəgəl B3 çıx 10. Bu belə. Buradan da artıq 2B2 üstəgəl 22. Bunu sola atsam üstəgəl 10 bərabər B1 üstəgəl B3. Bu deyilir artıq 2B2 üstəgəl 32 bərabərdir B1 ilə B3'ün cəmi. Baxın, B1 ilə B3'ün cəmini tapdıq mı? Bəli. Bu bizə 3'ünün cəmini vermişdi axı 14. Burada B1 ilə B3'ün yerinə o ifadəni yazım. B1 ilə B3'ün yerinə yazıram 2B2 üstəgəl 32 üstəgəl B2'nin özü bərabər nəyə? 14'ə. Buradan da 3B2 bərabərdir 14 çıx 32'yə. 3B2 bərabərdir mənfi 18'ə. B2 bərabər mənfi 6'ya. Bu belə. B2'ni tapdıq mı? Tapdıq. İndi gətirəm, burada yerinə yazıram. B2'nin qiymətini yaz orada yerinə. Demək, B1 üstəgəl B3 bərabərdir. B2'nin qiymətini orada yazsam yerinə. Olacaq mənfi 12 üstəgəl 32. Bu oldu 20. Aha. İndi bunları B2 ilə ifadə edək. Q'nu tapaq. Görək Q nədir? B1'i yerinə yazıram B2 böl Q üstəgəl. B3'ün yerinə yazıram B2 vur Q bərabərdir 20. B2'yə də mənfi 6 yazıram. Mənfi 6 böl Q üstəgəl. Mənfi 6'nı Q'ya vururam. Belə bərabərdir 20'yə. Hər tərəfini Q'ya vursam sağa keçirirəm. 2'ye bölək kiçilsin. Diskriminantla gedirəm. 10'un kvadratı 100 çıxılsın. 4'ü 3'e vuram 12. Bu da 24 mi olur? Yox, 36. Oldu 64. Buradan Q bərabərdir. Onun əksi mənfi 10 üstəgəl 8 böl 6. Bu nə olur? Bu belə. Bir dəfə mənfi 10 çıx 8 böl 6. Mənfi 18 böl 6. Bu da olur mənfi 3. Biri bu, biri bu. Həndəsilə təşkil edən 3 ədədin cəmi 14'dür. Bu ədədlərin birincisinin 15 çıxıb falan deyir. Aha. Əvvəlcə verilmiş ədədlərin ən böyüyünü tap deyir. İndi qoyasın. Q bir dəfə mənfi 6 da 4. Bir dəfə mənfi 3. İndi bizim ədədimiz nə idi? B2. B2 mənfi 6 idi. İndi qoyasın. Bizə ən böyüyünü istəmir. Bizə B3 lazımdır da. Baxın B1, B2, B3. Baxın B2 mənfi 6'dır. Q əgər mənfi 3 isə, bunu vururam mənfi 3'ə, olur 18. Bunu bölürəm, baxın, B1'i tapmaq üçün bunu bölürəm mənfi 3'ə. Bu mənfi 6'nı bölürəm mənfi 3'ə, bu 2. Baxın, cəmi həqiqətən 14 eləyir, bəli. İndi o birisindən gedək, mənfi 6'da 4, bu da mənfi 3'də 2 deməkdir də. Mənfi 6'nı mənfi 3'də 2'ye vuran nə verəcək? Görə ödəyir mi? Ödəyən götürməlidir də biz. Demək, mənfi 6'nı mənfi 3'də 2'ye vuranda 4 eləyir.
Sonra bunu -3'te 2'ye bölürəm. Bu da deyəsən 9 eləyir. Bəli. Baxın, bunların cəmi mənə 14 vermir axır. Amma bunların cəmi 14 verir. Ona görə bunların cəmi 14 verdiyinə görə ən böyük 18 olur. Belə. İndi keçirəm ispada. 30-cu sual. Deyək, düzgün çoxbucaqlının daxilinə və xaricinə. Baxın, düzgün çoxbucaqlının daxilinə və xaricinə çevrə çəkilmişdir. İspat edin ki, əmələ gələn halqanın sahəsi çoxbucaqlının tərəflərinin sayından asılı deyil. Məsələn, çoxbucaqlı çəkək, istənilən bir çoxbucaqlı çəkərəm, nə çəkim məsəl üçün? Düzgün, məsələn, bərabər tərəf üçbucaq çəkirəm məsəl üçün. Bir var, bunun xaricinə çevrə çəkilib. Elə bir belədir də. Bir də daxilinə. Mənə deyək ki, düzgün çoxbucağın daxilinə və xaricinə çevrə çəkilmişdir. İspat edin ki, əmələ gələn halqanın sahəsi, burada halqa birisi də aradır. Halqa, elə bir ki, xarici çəkilmiş çevrə ilə daxil çəkilmiş çevrənin arasıdır da buradır. Bağışlayın, əslində olaraq burada halqa. De bura. Elə konsentrik çevrədə halqa nədir bu? Yəni, mənə deyək ki, ispat edin ki, baxın, bu halqa, bu sarı olan hissə üçbucağın sahəsindən asılı deyil. Bir də geç bunu, gəlin bundan yox, belə gedik. Bundan gələn mən bir dənə dördbucaq falan çəkim, oradan gedin, biraz uzun gedər. Belə bir şey ağlıma gəlir. Baxın, normalda düzgün çoxbucaqlının daxilinə və xaricinə çəkilmiş çevrənin radiustanı bir dənə yazım. Baxın, A bölünsün nə olur? A böl 2 vurulsun sinus 180 böl n. Bu, xaricinə çəkilmiş çevrənin radiusudur. İstənilən düzgün çoxbucaqlının xaricinə çəkilmiş çevrənin radiusudur. Daxildə A bölünsün, demək 2 tangens 180 böl n'dir. Düzdürmü? Bu olsun belə. Gəlin biz burada böyük R, kiçik R ilə ifadə eləyək. Bakın burada da yazmayacağım. Tangensin yerine sinüs böl kosinüs yazsam, bak sinüs böl kosinüs yazsam. Orada kiçik beraberdir. Koy yazmayalım. Bu böyle. Sinüs 180 böl n. Bir de bölünsün bir kosinüs 180 böl n. O kosinüs vurulur sürətə. Bu şekilde. Yine bizim burada gördüğümüz, bakın biz buna böyük yer diyebilir mi? Buradaki da fikir verin. Düzdür mü? Ona böyük R desem, bu beraber olacak. R kosinüs 180 böl n. Bunlar kalsın burada. Şimdi istenilen, bakın istenilen çevrenin, yani iki çevrenin arasında kalan halqanın sahəsini biz necə tapa bilərik? S bərabər böyük dairənin radiusundan həmişə kiçik dairənin radiusunu çıxsaq, arada qalan halqanın sahəsi olur. Düzdürmü? Bəli. Baxın, buradan da pi-ni ortaq çıxartsam, baxın, burada bizim məntiqimiz bilirsiniz nədir? Yəni, mən bu elə bir hesablama gedib sahəni axırda yazanda görəcəyik ki, orada n iştirak eləmir. Artıq n iştirak eləmirsə, demək buradan demiş oluruq ki, demək biz sahə tapanda, halqanın sahəsini tapanda, həmin o çoxbucaqlının tərəflərinin sayının bir önəmi yoxdur. Çünki tüsürdə olmayacaq bu. Məqsədimiz odur. Demək, qalır baxın bu şəkildə. İndi, baxın, kiçik R nəyə bərabərdir buradan? Böyük R vur kosinüs 180 bölün. Aparam orada yerinə yazıram. Böyük R kvadrat çıxılsın. Baxın, bunun yerinə bunun kvadratını yazıram. Olacaq böyük R kvadrat kosinüs kvadrat 180 böl n. Məqsədim oradakı n'i itirmək.
Düzdürmü? Düzdür. Buradan da baxın r kvadratı çıxarıram çölə. Qaldı 1 çıx kosinus kvadrat 180 böl n. Trigonometriyada elə bir eyniliyə görə 1 çıx kosinus kvadratın yerinə mən sinus kvadrat 180 böl n yaza bilərəmmi? Bəli. İndi baxın. Buna fikir verin. Daha doğrusu bura fikir verin bir dənə. Baxın bunun yerinə mən. Baxın burada. Baxın burada. Mən a-nı tapsam nə verəcək? Böyle burada isti yazım. A bərabərdir 2r çarpaz eləyəndə 2r sinus 180 böl n olur mu? Olur. İndi mən orada baxın bizdə nədir burada? R kvadrat da düzdürmü? İndi onu mən sağ sol kvadratdan yüksəldirəm. Elə bir ki olacaq a kvadrat bərabərdir. Baxın bunu sağ sol kvadratda yüksəltsəm 4r kvadrat sinus kvadrat 180 böl n. Baxın burada r kvadrat sinus kvadratı tapsam əgər. Bunu tapsam nəyə bərabər olur? R kvadrat sinus kvadrat 180 böl n bərabər a kvadrat böl 4'ə. Və gəlirəm baxın burada bunun yerinə yazıram ki pi vurulsun a kvadrat böl 4. Bu tapdığımız nədir? Əslində sahə deyil. Baxın sahədən gəlirəm də. Əslində tapdığım s bərabər a kvadrat böl 4 vurulsun pi'dir. Baxın burada n qaldı mı? Qalmadı. Burada nəyi demiş olduq? Onu demiş olduk ki bizdə artıq n yoxdursa düsturumuzda, sahənin düsturunda. Demək ki n'in bir önəmi yoxdur. Yəni n'dən aslı deyil. İsbatı bu şəkildə. Həqiqətən sınaq çox qəşəngdir. Həqiqətən yəni hər tip məsələ, hər incəliyə toxunub demək olar suallarla. Hər birinizə uğurlar. İnşallah istədiyiniz nəticəni əldə edərsiniz.